Hər vaxtınız xeyir olsun. Hər birinizi kanalımda xoş gördüm. Bugünkü videomda sizlərlə döymə üsulla şəkərburanın hazırlanmasını, həmçinin şəkərburanın naxışlarının itməməsi, göyərməməsi üçün nə etmək lazımdırsa, ən incə nüansları nəzərinizə çatdıracağam ki, siz də çox gözəl, ağappaq şəkərburalar hazırlaya biləsiniz. Döymə üsulla şəkərbura hazırlamaq üçün soyuq kərə yağından istifadə edirəm. Onun üzərinə bir çimdik duz əlavə edib qarışdırdıqdan sonra yağı una bulayaraq süzgəcdən keçirirəm. Hazırladığım umacın üzərinə maya və şəkər tozunu əlavə edirəm. Mən quru halda əlavə etdim. Sizin mayadan narahatçılığınız varsa, bir xörək qaşığı ilıq suyun içərisinə mayanı və şəkər tozunu əlavə edib 2-3 dəqiqə gözlədikdən sonra umacın üzərinə əlavə edə bilərsiniz. Şəkərburaların rənginin açıq olması üçün şəhər yumurtasından istifadə edin və həmçinin yumurta və xamanı kənarda qarışdırıb umacın üzərinə o şəkildə əlavə edin. Ərzaqların hamısını əlavə etdikdən sonra bərk xəmir hazırlayıram. Xəmiri əvvəlcə yoğurmaq biraz çətin olur. Əgər görsəniz ki, çox çətinlik çəkirsiniz, çox az su əlavə edib xəmiri yoğura bilərsiniz. Çox su əlavə etməyin ki, xəmir yumşaq alınmasın. Şəkərbura xəmiri nə qədər bərk olsa, həm formasını, həm naxışlarını bir o qədər yaxşı saxlayır. Xəmiri yoğurub 15 dəqiqə dinləndirdikdən sonra yenidən yoğururam və 15 dəqiqə yenə dinlənməyə qoyuram. Bu, şəkərburaların xəmirinin hamar və rənginin açıq olmasına kömək edəcək. Hazır olan xəmiri 41 qramdan hissələrə ayırıb kündələyirəm. Şəkərburanın yaxşı alınması üçün, göyçək alınması üçün kündəni 2 dəfə hazırlasanız, yəni bir dəfə kündələyib, biraz dincəltdikdən sonra yenidən kündələsəniz, xəmir çox qəşəng özünə gələcək və şəkərburalar da qəşəng alınacaq. Kündələri 5-5 yaydıqdan sonra əlimin içərisinə götürüb, kənarına azca su vuraraq içlikdən yerləşdirirəm və gördüyünüz şəkildə kənarını bağlayıb salafan altında saxlayıram. 10-15 ədəd bu şəkildə şəkərbura hazırladıqdan sonra kənarlarını bükməyə başlayıram. Kənarlarını bükməzdən əvvəl isə şəkərburanı 3-4 yerdən iynə ilə deşirəm ki, sobada bişən zaman şəkərburalar köpüb kənarları açılmasın. Kənarın bükülməsində çətinlik çəkən xanımlar üçün kənarının bükülməsini bir neçə dəfə göstərirəm. Şəkərburaları kündələdikdən üstünün naxışı vurulana qədər salafan altında saxlamaq lazımdır ki, xəmir qurumasın. Əgər xəmiri çox hazırlamışsınızsa, xəmirin bir hissəsini soyuducuda saxlaya bilərsiniz. Kənarını bükdükdən sonra isə üzərinə naxışlayıram. Üzərinə naxışladığım şəkərburaları soba listinə düzürəm və üstünü örtmədən bir list tamamilə dolana qədər üzərinə naxışlayıb gözlətmədən 150 dərəcəlik sobada 30-35 dəqiqə nəzarət edərək alt-üst rejimdə bişirirəm. Mənim sobam mebel içi sobalardandır. Siz öz sobanızın dərəcəsinə uyğun olaraq şəkərburalarınızı bişirə bilərsiniz. Xanımların əksəriyyəti şəkərburaların göyərməsindən şikayət eləyir. Şəkərburanın göyərməsinin yeganə səbəbi sobada yaxşı bişməməsidir. Yenə qeyd edirəm, ola bilər ki, mənim sobamın 150 dərəcəsi sizin sobanızda çox ola bilər. Öz sobanızın dərəcəsinə uyğun olaraq şəkərburaları alt-üst rejimdə bişirin. Amma nəzarət edin ki, üzərləri qızarmasın. Qeyd etdiyim bütün nüanslara diqqət edərək şəkərbura hazırlasanız, əminəm ki, sizin də şəkərburalarınız həm üzəri ağ, həm naxışları itməyən və çox gözəl alınacaq. Əvvəlcədən hazırlayan hər kəsə nuş olsun.